Salam, videomuza xoş gəldiniz. Bugün yeni kəşf olunduğu iddia edilən A1-dən AN-ə qədər yəni ədədi sisteminin birinci həddindən n-ci həddinə qədər olan hədlərinin hamısını toplama düsturuna baxacağıq. Bu yeni kəşf olunan bir düstur kimi iddia olunur. Amma əslində bu düstur yəni yeni kəşf olmuş bir düstur. Yəni bu var. Bunu necə izah edeyim? Bunu görməyimizin səbəbi budur ki, biraz yuxarı səviyyələrdə sigma toplama ilə bilirik ki, sigma toplama deyə bir şey var da. Bütün hədləri toplaya bilir, n dənə həddi toplaya bilir. İstənilən, yəni bundan daha mürəkkəb məsələləri həll etmək üçün sigmadan istifadə edirik. Yəni istənilən məsələn 2, 5, 6, 9 belə şəkildə gedə bilər. İndi bu örnək verirəm, yəni belə formaları falan sigma ilə özümüz bir silsilə çıxararaq onunla həll edirik. İndi bu deyib ki, indi qardaşımız A1-dən AN-ə qədər olan ədədləri toplayırıq. Bunlar ədəd silsilə təşkil edir. Yəni AN-imiz bərabərdir A1 biliyoruz n-1 d şəklindədir. Yəni bu ədəd silsilənin zaten gördüyümüz düsturudur, yəni formuludur. İndi ben buradan A1 yazıb A2'miz nə olar onda? A2 qoysam A1 plus D. Düzdürmü? Düzdür. A3 nə olar? A1 plus 2D. İndi bunu bildim. Gətirəm yeni yerinə yazıram. A1'in kvadratı plus A1 plus D'nin kvadratı plus A1 plus 2D'nin kvadratı plus nöqtə plus hara qədər gedir bu? A1 plus n-1 D'nin mötərizənin kvadratı. Bu əslində biz nə idi? Sigma n1-dən n1 k olsun bu. 1-dən n-ə qədər AK'nın kvadratı. Bu toplam semboldur da, yəni eyni düstur bu sigma ilə yazılışıdır. İndi bunu bəs bir tapaq, görək nədir? Yəni bu heç nədən baxılmayıb sadəcə. Bu isbatı da əslində çox asan bir isbatdır. Yəni görürsünüz zaten. İndi baxın. A1'in kvadratı plus, bunun açılışı nədir? A1'in kvadratı plus 2A1D, uzatmayacağım, yəni n-nəsi toplamayacağım. D'nin kvadratı plus. İndi ikinciyə baxaq. 1'in kvadratı plus 4 dənə A1D plus 4D kvadrat plus, göstərmək üçün üçüncünü də yazım. Sonra üçüncünü yazmayayım, ya da üçüncünü də yazım. 1'in kvadratı plus 6A1D plus 9D kvadrat plus nöqtə plus. A1'in kvadratı plus 2 vurulsun n-1 D n-1 də yazır çünki bunun üzrə ikinci hasilinin A1 yazmaq yadımdan çıxdı. A1 plus n-1'in kvadratı D kvadrat. İndi buradan ispat edeyim sizə. Baxın, hər birində A1 var. N dənə A1 var. Çünki bunda A1 var, bunda da A1 var, bunda da hamısında n dənədir. Yəni n dənə A1'in kvadratı var. Getdim A1'lərin kvadratları. Sonra plus. Bundan necə gedir? Altdan bir də baxaq. 2 dənə A1D plus 4 dənə A1D plus 6 dənə A1D. Bundan sonra gələn 4 olduğu üçün 2 vur 4 8 A1D plus nöqtə hara kimi 2 vurulsun n-1 A1D'yə qədər. A1D çölə çıxsın. Nə qaldı? 2 çıxmasın əslində, ya da 2 də çıxsın sizə göstərmək üçün. 1 plus 2 plus 3 plus nöqtə plus n-1. Bunun düsturu nədir? A1 vurulsun D vurulsun qalxdı 2 var idi. Bölünsün 2 n vurulsun n-1. N plus 1 idi əslində. 1-də çıxırıq çünki burada n-1 birinci hədə qədər deyir bizə. Birinci hədd deyil. Ona görə aşağıda 2'lər gedir. Yerdə qaldı A1 vurulsun n-1 D. Buna baxaraq indi buraya yazım mən bunu gətirib A1 D n-1 dənə. N vurulsun n-1 dənə. N vurulsun. N unutmayaq. Burada n yazım. Eyni şəkildə. İndi buradan yazım indi bunu. N dənə A1'in kvadratı n dənə plus n dənə A1 D n-1. İndi mən n-dən A1'i çıxarsam mötərizə xaricinə. Nə qalar burada? A1 plus n-1 D. Buna fikir versəm bu nəyin açılışı idi? AN-in. Yəni bu eləyir n dənə A1 AN n dənə. İndi mən də gördüm bunu yazdım. Gətirirəm plus yazıram. Burada deyək U olsun. Bunu tam rahat yazım deyə. N dənə A1 AN. Buradan baxıb görürəm ki, artıq onun formuluna oxşuyur. Yəni onun paylaşdığı formulun tam eynisinə yaxınlaşıram. İndi keçdim, indi D-lər qaldı, elə deyilmi? Birincidə nə idi? Burada D yoxdur, burada bir dənə D1-dən, bir dənə D-dən başlayır. D kvadrat plus. Sonra 4 dənə D kvadrat, 4D kvadrat. Bu nə olurdu? 1 nə demişdim? Baxın,
birincinin kvadratı, sonra birincidəki bir d-nin kvadratı, ikincidəki d-nin kvadratı. Görürəm, hər dəfə təhtiyə artır, d kvadratını götürən nə olar? Bu 2 idisə 3-dən gələcək, bura 3 gəlməlidir, 9 olacaq kvadratı, d kvadrat plus. Sonra 4 gələcək, 16 d kvadrat plus nöqtə hara qədər n-1 d-nin kvadratına qədər. Yəni n-1-in kvadratı d kvadrat. İndi buradan da d kvadratlarını çıxarıram. 1 plus 4 plus 9 plus 16 plus n-1'in kvadratı. Bu kvadratdan sigma ilə yazsam, onu sigma n1'dən hara qədər n-1 k olsun bu yenə. Buradan da k kvadrat formu şəklində toplam simvoldur. Bunun da düsturu nə idi? n-1 qoyacam deyə yerinə. Burada birinci n vurulsun n-1 idi. Burada n-1 2n plus 1 idi. 2n minus 2 plus 1'dən 2n-1 qalar. Bir də buraya yazdım 2n plus 1 idi. Normal düsturu 2k deyək buna. n-1'i qoysam yerinə 2n minus 2 idi. Buradan da minus 1 qalır. Düzdür? Aha, aşağıda 6 var idi. Bu da n plus 1 idi. Bu da n-ə vururam onda. Yəni bu şəkildə yazıram. Gətirib bunda yerinə qoysam, d kvadratına vuracam bunun. Çünki burada d kvadrat var idi önündə. D kvadrat aşağıda 6 var. N vurulsun 2n minus 1 və vurulsun n minus 1. Aha. İndi içləri vurub hesablasam birinci, sonra n-i çıxara bilərəm çölə. n plus 1 idi, n bir tərəfə atdım, n plus 1, bir də n vurulsun, 2n plus 1 vurulsun, n plus 1 düzdür, aha düzdür. N çöldə 2n kvadrat minus 2n plus n, içəri vurub açıram, plus 1. Buradan n vurulsun, 2n kvadrat minus 3n plus 1. Aha da füsyo artıq həmən o düsturu almış oldum. Buradan 2n kub. Bunu belə etməmişdi, o başqa şey göstərmişdi. Tam o forma alma səviyyəsində düstur elə budur. Yəni burada eyni düsturdur. Sadəcə o göstəriş göstərmək istəyirəm ki, yəni bu kəşf olunmuş bir düsturumdur. Buradan n kvadrat 2n minus 3. Buradan da plus n-i çıxaram. Mövzuda xaricində zaten. Artıq vurub açdım deyə. Keçdi bu tərəfə. İndi gətirib düsturu yazsam, n vurulsun a1 an plus d kvadrat böl 6. Buradan n kvadrat 2n minus 3 plus n. Elə sadə şəkli bu. Yəni cavabımız nə oldu? Tn bərabər n dənə a1 an plus 6 aşağıda d kvadrat n kvadrat 2n minus 3 plus n. Buradan da görünür ki, bu düsturu ispat eləmək oldu. Yəni burada yeni bir düstur kimi görünməsinin səbəbi odur ki, dediyim kimi bu forma, yəni istifadə olunmur. Yəni əslində bu isbatlamaq olar, yəni tapılmış bir yolu var, yol düsturu var. Yəni qeyri-adi bir cavabı yoxdur. Yəni bunu tapmaq üçün elə də çox çalışarıq deyə bilmərəm. 8 zaten video baxdım, indi 8 dəqiqədir. 8 dəqiqədir ki, bu videoyu çəkirəm. Yəni çox asan şəkildə isbat olundu. Bu bilirsiniz nəyə oxşayır indi? Elə fikirləşin ki, siz bir dənə integral verilibdir, siz kürəsiyel koordinatlarla, yəni bu deyək ki, belə kürə verilibdir, siz bunun koordinatını hesablayanda bəzən elə ola bilər ki, kürənin bu tərəfini kəsir. Çünki 3 qat inteqrallarda veriləndə necə idi 3 qat inteqrallar? Biri 0-dan pi-yə, tam versiyasını desəm 0-dan 2 pi-yə, 0-dan r-ə qədər. Burada n qədər funksiya qoya bilər. Burada n qədər bunları dəyişdirə bilərəm. Yəni belə bir sahə verilə bilər, belə bir kəsik verilə bilər. Yəni bu kəsiyə görə bir düstur çıxarıb buradan həmişə onu istifadə edə bilərəm. Yəni məsələn, həmişə belə bir kəsik gələ bilər də, yəni bu yan tərəf kəsik gələ bilər. Ona aid bir düstur zaten buradan çıxır, yerinə qoyub yazaram. Və ya belə bir kəsik çıxa bilər. Həmişə bunu istifadə edə bilərəm, amma sadəcə burada istifadə olunur. Yəni bunun toplu düsturu var da əlimdə. Yəni cəzən mən bunu desəm ki, burada da belə tapmaq üçün bu istifadə edirəm. Zaten bu integral zaten bunu ispat edir. Mən yeni bir şey kəşf eləmiş olmuram. Bu integralın dediyi bir şeyi özüm çıxarıb təzə bir vərəqə yazmış olaram. Təzə bir düstur kimi tanınıram əslində. Yəni demək istədiyim bunu təsdiq olunubdur deyəsən, amma təsdiq olunubsa necə təsdiq olunub? Yəni bu isbatlamaq yəni o qədər çətin bir şey deyil. İndiyə qədər çünki bu kəşf olunmuş bir yoldur. Nəsə bu videomuz bura qədər. Əgər videonu bəyəndinizsə, belə video isbatlar istəyirsinizsə, yorumlarda yazmanız kifayətdir. Sağ olun.